Düş qabağıma görüm, qabaqdan bayram gəlir, bizim evdə heç nə hazır deyil. Ay niyə əsəbləşirsən? Eləyəcəyik də. Necə yəni niyə əsəbləşirəm? Məsələn, sən Novruz bayramıdır. Bizim evdə həmişə 10 gün qabaqcadan hər şey hazır olur. Davay düş görüm qabağıma. Lazım bunu götürüm. Bax, neyəsən o pomidoru? Necə yəni? Stoliçniyə. Estağfurullah. Pomidoru nə vaxtdan stoliçniyə vurublar? Birdən ki mən stoliçniyə pomidor vurduğumu görmüsən? Keç görüm bura özüm həll eləyərəm. Ver bura bunu. Bax, əsl stoliçniyə vurulası budur. Xiyar. Bunu bilməməyə nə var ki? Bəs bu nədir bilirsən heç? Onda yəqin hansısa salata burası. Beynin elə ora qədər işləyir. Bu sirkədir, sirkə. Anungil bizə gəlib gedəndən sonra bununla evi yuyacam ki, göz dəyməsin. Bəs bu nədir? Sən Allah heç olmasa bunu bil. Onu bilirəm, qap şampunudur. Gör gedib kimi almışam, daş mənim başıma. Bu əridilmiş yağdır. Bunu atırsan tavaya, sonra da yeməyi bişirirsən. Başa düşdün? Neçə vaxt özüm mən bununla yeməyi bişirirəm. Necə sən hiss eləməmsən, hə? Bəs bu nədir? Bu Nəysə, bu da düyüdür. Sənin üçün belə Novruz bayramına belə qaralı aş bişirəcəm, qazmaqlı zaddır. çox sağ ol həyatım. Fərqlə nə olacaq? Məni qınamayın. Mənimki qazanıb evə pul gətirməkdir. Mən özümü ev işlərində, yemək işlərində görmürəm. Eybi yox həyatım, canın sağ olsun. Bir də ki bu marketə az pulla girib çox məhsulla çıxırsan. Ağzı ayırıb hardan gəldi bazarlıq eləmək. Elə gəlirsən burdan eləyirsən. Bir də ki bu sarı qiymətlərə fikir ver ki, endirimli qiymətlərdir. Kampaniyada da gözləmə ehtiyac yoxdur. Elə onlar özləri kampaniyadır. Yaxşı, başa düşdüm. Götür paketləri gedək. Ayaq bir paketləri götür, dayaq eləmə. Gəl götür yarsın gedək də.